Salamlayıram sizləri əziz izləyicilər. B qrupunun ikinci qarşılaşması 4-cü tur Mehraş komandası ilə Qocalar evi qarşılaşır. Bu oyunun çox böyük önəmi var. Mehraş komandası 3 xalı var, 5-ci yerdədir. Qocalar evi isə 6 xalı var, 3-cü yerdədir. Mehraş komandasına mütləq qalibiyyət lazımdır ki, qrup mərhələsində qalmasın. Çünki bir tur qalıb oyunların bitməyinə. Baxaq play-offa vəsiqə qazana biləcəkmi Mehraş komandası. İlk öncə sizə heyətləri açıqlayıram. Mehraş komandasının kapitanı Süleymanov Tahir 10 nömrə. Yusufzadə Elgün 7 nömrəli oyuncudur. 5 nömrəli oyuncu Muxtarov Ziyad. Qapçı 1 nömrəli Yadigarov Pərvin. 6 nömrəli oyuncu Hüseynov Elçin. 17 nömrəli oyuncu Əhmədov Səttar. 8 nömrəli oyuncu Quliyev Bəxtiyardır. İndi isə sizə Qocalar evinin heyətlərini açıqlayacağım. Kapitan bu gün oyunda yoxdur. Burlov Igor oyundadır. Əliyev Ruslan, Sədirov Elvin, Quliyev Bəxtiyar, Hüseynov Elvin, Qapçı Məhərrəmov Ceyhun, Feyziyev Məzahir, Kərimov Fərid və Quliyev Coşqundur. Qeyd edim ki, 3-cü turda Qocalar evi Görədil komandasını 6-4 hesabı ilə məğlub etmişdi. Baxaq bu gün nə edəcək? Mehraş komandası isə İxlas komandasına 4 hesabı ilə məğlub olmuşdu. Ona görə də Mehraş komandasında vəziyyət heç də yaxşı deyil. Baxaq, kapitan bu gün komandasını necə toplayıb, necə taktika ilə gəlib. Bunu görəcəyik oyunun sonunda. Məncə bu oyunda Qocalar evi daha üstün başlayıb. Çünki cədvəldə yerləri yaxşıdır, xalları var. Mehraş komandası isə hər cür riskə gedəcək bu oyunda. İndi isə topu Qocalar evi yerinə yetirdi, amma uğurladılar topu. Səttardadır top, pasını verdi geriyə. Uzun bir pas gəldi. Üçüncüdən zərbə. 3 nömrəli oyuncu Fəxrəddin topu yerinə yetirəcək. Pasını verdi. Nə edəcək? Zərbə olacaqmı? Səttardan pas çıxmayıb. Elçin baxır. Pasını verdi geriyə. Zərbə və qapıdan yan keçir. Ceyhunun pası dəqiq olmadı. Qapçı və out Mehraş komandasının. Müdafiəçisi ilə oynayır. Baxır, Bəxtiyardan pas. Top qəbulu dəqiq olmadı. Qapıdan zərbə. Ceyhun topu yerinə yetirəcək. Ceyhun baxır. Kimlə oynayacaq? Müdafiəçisi ilə oynadı. Uzun bir pas görürük. Keçmədi. Müdafiədə oynadı. Gözəl. Elçinin pası dəqiq olmadı. Tələsmirlər. İrəliyir. Pasını verdi. Bəxtiyar. Yox, bu Bəxtiyar deyil. Qeyd edim ki, bu Igor idi. Ceyhun topu uzaqlaşdırır, amma top setkaya dəyir. Out Mehraş komandasının. Fəxrəddin geri oynayır. Pərvin. Elçin. Pasını verdi. Gözəl paslaşma, amma Igor uğurladı topu. Baxır. Kimə verəcək? Pas dəqiq olmadı. Uğurladı Mehraş komandası. İrəliyir. Səttar. Nə edəcək? Zərbə olacaqmı? Zərbəsi və blok gəlir müdafiəçidən. Out bildirir Fərid Məmmədov. Qeyd edim ki, dünən A qrupunda maraqlı oyunlar oldu. Baxaq
B qrupunda nələr olacaq? Uzun bir pas gəldi qapıcıdan. Geriyə oynadılar. Elçin. Ara pası keçdi. Fəxrəddin baxır, pasını verdi. Zərbə qüvvətlə alınmışdı, amma qapıdan yan keçdi. Qapıdan zərbə. Ceyhun bir daha topu yerinə yetirəcək. Müdafiəçisi ilə oynayır. Baxır önə. Cinahı dəyişir. Uzun ara pası. Qapıcı Pərvinə gəlir. Elçin. Yine cinah dəyişir. 7 nömrəli oyuncuya pas gəldi. Uzun bir pas keçmədi. Pərvin yenə müdafiəçisi ilə oynayır. Elçin. Səttar top istəyir. Səttara vermirlər. Elgün cinahı dəyişir. Pasını verdi. Bir daha Elgündən zərbə dəqiq olmadı. İlerleyir, pasını verdi. Bəxtiyar nə edəcək? Elgün topu uğurladı. Qapıcı çata biləcəkmi? Yox. At Qocalar evinin Mehraşın bildirir Fərdi Məmmədov. Səttar baxır. Kimlə oynayacaq? Pasını verdi. Gözəl sıyrıldı. Elgünün zərbəsi qapıcı yerində idi. Elgün pasını verir bir daha. Baxaq nə edəcəklər? Sıyrıldı bir oyuncudan. Zərbə qapıcı. Ceyhun nələr edir bu gün? Səttar baxır önə. Yerlə pas keçmədi. Elçin topu yerinə yetirəcək. Elçinlə oynadı. Elçin cinahı dəyişdi. Kapitan Tahir oyundadır artıq 10 nömrəli oyuncu. Tahir pasını verdi. Elçinin zərbəsi Ceyhun və out. Top setkaya deyir. Səttar baxır. İçəridə hərəkətli görür. Qapıcı Ceyhunun gözəl seyvi. Yerdə olmağına baxmayaraq bir əli ilə topu uzaqlaşdırır. Cərmə zərbəsi bildirdi Fərdi Məmmədov. Müdafiədə oynayırlar. Kimə verəcək? Uzun bir pas görürük. Bəxtiyara çatmadı və top meydanı tərk edir. Pərvin müdafiəçisi Elçinlə oynayır. Elçin irəliləyir, tələsirlər. Ara pası keçmir və Bəxtiyar qapıcı ilə üzbəyizdir. Nə edəcək? Bəxtiyar! Hesabı açır. Hesab 1-0'dır. Qocalar evi Mən gəlirəm, qurban sənə, yaxşı dayanadır. ilk golunu vurur. 9-cu dəqiqədə hesab açılır. Qeyd edək ki, Qocalar evində ən çox gol vuran oyunculardan biridir Bəxtiyar. Bu oyunda da gol vurur, komandasını sevindirir. Baxaq növbəti gollar görə biləcəyimi Bəxtiyardan. Tahir geriyə oynadı. Elçin Pərvinlə oynayır qapısı. Bir daha Tahir. Qeyd edim ki, top üstünlüyü məncə Mehraş komandasındadır, amma hesabı açan Qocalar evi oldu. Əks hücumda yaxaladılar və bağışlamadı Bəxtiyar. Baxır önə, yerlə pas. Bəxtiyar topunu qəbul edir. Sıyrıldı. Və pasını da verdi. Önü boşdu. Yox, bu pas idi, amma dəqiq olmadı. Səttar. Baxır, geriyə oynadı. Elçin. Ara pası Elgünə. Elgün verəcək pasını bəli verdi. Səttar. Zərbəsi Səttarı. Qapıcı Ceyhun. Artıq 4-cü seyvlərini görürük. 4 və ya 5 qeyd edim Ceyhun seyvlərini. Çox gözəl oynayır həqiqətən. Has Səttardan Ziyad oyundadır artıq.
Ucuz zərbə, müdafiəçi yerində idi. İkincidən zərbə. Səttar baxır bir daha. Kimlə oynayacaq? Yerlə pas keçmir. Yenə də müdafiə. Gözəl oynayır. Ziyad. Geri oynadı Elgün. Elgündən yerlə pas Elçindən Elgünə pas idi bu. Ziyad. Elçin. Paslı verdi. Tahir. Kapitan. Baxa gol görəcəkmi kapitandan bu gün? Kapitan itirəcəkmi? Yox, itirmədi. Pasını verdi qapıcı Pərvinə. Elçin. İrəliyir Elçin. Bir daha cinahı dəyişdi Tahir. Tahir önə doğru baxır. Yerlə pası. Qapıcıya top gəlir. Satmadı Səttar topa. Bəxtiyar. Uğurladılar topu Bəxtiyardan. Top Bəxtiyardan meydanı tərk edir. Heç nə yoxdur. Out deyir Fərd Məmmədov. Elgün topu yerinə yetirəcək. Tahirlə oynayır. Tahir baxır. Artıq 12-ci dəqiqədir. Hesab 1-0'dır. Qozalarev üstündür. Baxaq. Gol görəcəkmi Mehraş komandasından? Qeyd edim, Mehraş komandasının heç də yaxşı deyil vəziyyəti. Baxaq nə olacaq. Ziyaddan daban pası keçmədi. Bəxtiyarın pası geriyə irəliləyir oyunçu. Nə edəcək? Heç kim yoxdur, amma pas verir. Qapıcı Pərvin yerində idi. Ziyad topu uğurladı, pasını verdi Səttar. Elçinlə oynayır, cinah dəyişdi. Elgün pasını verdi. Ziyad baxır. Pasını verdi Səttar. Zərbəsi və küncdən zərbə. Toxunuş var idi müdafiəçiyə. Ziyad oyunçuların içəriyə daxil olmanı istəyir. Uzun bir pas. Keçmədi, Elçinə gəlir. Elçin nə edəcək? Zərbə görəcəkmi? Pasını verdi, amma Elgün gözləmirdi bu pası. Ola! 1 2 Qapıcı Ceyhun oynadı müdafiəçisi ilə. Baxır müdafiəçi önə. İtirmədi, irəlilədi, pasını verdi, cinah dəyişildi. Qocalarevinə uzun bir pas. Satacaqmı? Yox. Meydanı tərk etdi top. Out'u Mehraş komandası yerinə yetirəcək. Out bildirir Fərd Məmmədov. Elgün pasını verdi. Fəxrəddin oyuna daxil oldu bir daha. Elgündən pas. Səttar. Ara pası verə biləcəkmi? Topa çatmır. 1 2 Fəxrəddin topu uğurladı. Səttar. Səttar zərbə vuracaqmı? Səttardan pas idi bu. Və Fəxrəddin komandasını sevindirir. Hesab 1-1 olur. Zərbə göstərmişdi Səttar, amma pas idi bu. Gözəl pas gördük Səttardan. Və hesab 1-1 olur. Mehraş komandası bu qolu həqiqətən də çox böyük rol oldu. Baxaq gedişat necə olacaq. 14-cü dəqiqədir. Qapıcı Pərvin gözəl oynayır qapısında. Qüvvətli zərbənin qarşısını almışdı. Qapıdan zərbə. Ceyhun müdafiəçisi ilə oynadı. İrəliyir, pasını verə biləcəkmi? Yox, Elçin uğurladı. Davam pası keçmədi, top hələ də çıxmayıb. Bəli, top çıxdı Mehraş komandasının. Geri oynayır. Səttar. Bəli, top Qocalarevinindir. Səttara top toxunmuşdu son anda. Yerlə pas, Bəxtiyar nə edəcək? Çönüb vura biləcəkmi? Fırlandı, vurdu! Qapıdan yan keçir. Gözəl oynadı Bəxtiyar burada. Müdafiəçidən sıyrıldı, amma dəqiq ola bilmədi.
Şu boş görkün getir daha ne diyeyim orada. Eycün out Mehraş komandasının yox. Qocalar evinindir. Eycünə top dəymişdi. Top müdafiəçidədir. Ara pası bitirməyib. Mübarizə görürük. Mehraş komandasından tərk edir top. Ara pas gəldi. Nə edəcək? Oyunçu geriyə çəkilir. Pasını verdi müdafiəçiyə. Eycün oğurlaya biləcəkmi? Eycün yox. Müdafiəçi gözəl oynadı. 2 nəfərdən sıyrıldı. Topa çatacaqmı? Evet, top meydanı tərk edir. Buradan başla. Elçin topu yerinə yetirəcək. Elçin başla. Yanında Fəxrəddin var. Uzun bir pas. Yox, bu Fəxrəddin yox, Bəxtiyardır qeyd edim. Elçin topu uğurladı. Səttar 3-ün 1-ədilər. Pasını verdi. Nə edəcək? Qapıçını keçə bilmədi. Səttarın zərbəsi top Ceyhuna dəyir. Küncdən zərbə. Gözəl epizod idi, amma yararlana bilmədi Mehraş komandası. Hesab 2-1 ola bilərdi. Baxır Səttar, yerlə pası. Yox. Top xətti keçməmişdi. Ceyhun topu əlinə götürür. Qapıcı top Pərvinə gəlir. Pərvin tələsərək topu uzaqlaşdırır, amma out. Top tora dəyir. Zərbə qüvvətli alınmışdı. Amma qapıdan yan keçir. Pərvin baxır. Bəxtiyarla oynayır. Bəxtiyardan uzun bir pas. Tahirə çatmadı. Saxlaya bilmir Tahir topu. Ceyhun müdafiəçisi ilə oynayır. Yerlə pas. Gözəl davam pas amma dəqiq olmadı. Fəxrəddin irəliləyir. Fəxrəddin pasını verdi. Səttar nə edəcək? Qapıcı öndədir. Pas verə biləcəkmi? Səttar özü vurur amma müdafiə blok qoyur. Tahir. Bəxtiyar. Pasını verdi. Səttar. Yox, Səttar deyil. 6 yerinə yetirəcək. Qapıcı yerindədir. Qeyd edim ki, 8 nömrəli oyunçu Bəxtiyardır. Keçə biləcəkmi? Pasını verdi. Qapıcı ilə üzbəyizdir və gol! Dubl edir Bəxtiyar. 2-1. 18-ci dəqiqədə bir daha komandası sevindirir Bəxtiyar. Qeyd edim ki, Bəxtiyar da bombardirlik siyasına girə biləcək oyunculardandır. Baxaq. Modern komandasının kapitanı Əliyev Sabiti keçə biləcəklərmi? Sabitin qeyd edim ki, 14 gol oldu dünənki qarşılaşmadan sonra. Baxaq, onu keçə biləcəklərmi? Top Qocalar evindədir. Heç nə yoxdur, davam deyib hakim. Ara pası gözəl oldu Bəxtiyara. Pərvin yerində idi. Ettirik edə bilərdi. Hərəkətdə idi top, bəli. Fərd Məmmədov görürdü. Fəxrəddin topu yerinə yetirdi. Elçin, bir daha Fəxrəddin. Baxır. Kimlə oynayacaq? Cinah dəyişilir. Yerlə pas. Tahir. Üzr istəyirəm, Ziyad. Tahirə pasını çatdıra bilmədi. Tahir topu yerinə yetirəcək. Yerlə pas. Qapıcı Ceyhun topu tutur. Tələsmir. Yerlə uzun pas. Bəxtiyarı heç kim tutmayıb. Təhlükəli oyuncudur. Bir oyuncu sıyrıldı. Pasını verdi amma Pərvin pasın qarşısını alır. Zərbə deyildi bu. Pas dəqiq olmadı Bəxtiyardan. Out. Və Qocalar evi time-out götürür. Time-outdan sonra sizlərlə əziz izləyicilər. Evet, time-out bitdi. Və time-outdan sonra sizlərlə əziz izləyicilər baxaq time-outun Qocalar evinə necə təsiri olacaq. Hesabda da öndədirdilər 2-1-lə.
Tahirdən uzun bir pas, silah dəyişildi. Uzun bir pas görürük. Səttar zərbəsi dəqiq olmur. Gücdən zərbə bildirir Fərd Məmmədov. Ziyad topu yerinə yetirəcək. Yerlə pas, Elgün sıyrılacaqmı? Yox, uğurladılar. Tahir. Tahir pasını verdi, Səttar dəqiq ola bilmədi. Gözəl paslaşmışdı Mehraç komandası. Qapıcı Ceyhun müdafiəçisi ilə oynayır. Baxır, uzun bir pas. Bəxtiyar qəbul edə biləcəkmi? Yox, uğurladılar Bəxtiyardan topu. Elgün irəliləyir, pas verə biləcəkmi? Yox. İtirdi və out Qocalar evinin. Gözəl mübarizə gördüyü Elgündən. Müdafiəçi qoymadı ki, Elgün topu götürsün ondan. Önə səsləyir oyuncularını. Çinə ilə qəbul dəqiq olmadı. Elgün pasını verdi Tahir. Kapitan. Baxır. Pası heç kim anlamadı. Top Tahirin başına dəyir və meydanı tərk edir. Qocalar evindedir top. Bəxtiyara pas. Bəxtiyar qəbul edir. Sıyrıldı müdafiəçini. Zərbəsi qapıcı. Pərvin yerində idi. Tahir baxır. Tələsmir. Bəxtiyar da top istəyir Tahirdən. Tahir silahı dəyişir, amma Ziyad qəbul edə bilmir topu. Out Qocalar evinin. Ortaya pas. Dəqiq olmadı. Elgün uğurladı. Səttar. Səttar nə edəcək? Baxır. Pasını verdi. Elgün. Bir daha Səttar. Səttar itirməyib. Pasını verdi. Bəxtiyardan zərbə müdafiəyə dəyir. Out. Bəxtiyar topu yerinə yetirəcək. Elçin də köməyə gəlir. Elçindən qüvvətli zərbə. Dəqiq olmadı. Qapıcı topu yerinə yetirəcək. Ceyhun. Uzun bir pas. Dəqiq olmadı. Out. Hesab 2-1'dir. Pasını verir Səttar, amma cərimə zərbəsi bildirir Fərd Məmmədov. Canlı sətdə bir oyuncu var, Məzahirdir. Səttar baxaq, zərbə vuracaqmı, yoxsa pasmı? Zərbəsi top Məzahirə dəyir, amma Səttardadır əldə. Ələ dəymişdi, cərimə zərbəsi. Topu Ziyada verirlər. Baxaq, Ziyad nə edəcək? 5 nömrəli oyuncudur. Komandanın ən yaxşı oyuncularındandır. Pas idi bu, top müdafiəçiyə dəyir. Atakın qarşısını alır Elçin. Ucla zərbəsi qapının azca üstündən keçir. Ceyhun tələsərək müdafiəçisi ilə oynayır. Pas keçmədi, Bəxtiyar qarşıladı topu. Bəxtiyar Məzahirdən oynayır. Məzahir geriyə verdi. Uzun bir pas, Bəxtiyar gözəl qəbul edir. Nə edəcək? Sıyrılacaqmı? Elgünlə mübarizəsi. Elgün topu uğurladı və pasını verdi Səttara. Səttar irəliləyir. 3-3-dilər. Artıq 4-cü oldular. Bəxtiyar da qayıtdı və 4-4-dilər hal-hazırda. Səttar pasını verdi, amma anlamadılar bir-birlərini. Məzahir qapıcı ilə özbəyizdir. Zərbəsi qapıdan aralı keçir. Biraz tələssəydi, bəlkə də komandasını sevindirə bilərdi Məzahir. Elçindən pas. Fəxrəddin Bəxtiyarla oynayır. Bəxtiyardan Səttara. Səttar gözəl sıyrıldı. Yox, müdafiə qoymur. Nəsə etsin. Səttarın pası. Ziyadın zərbəsi dəqiq olmur. Bugün həqiqətən də mən Ziyaddan qol gözləyirəm. Baxaq nə edəcək Ziyad. Tahiri də qeyd etmişəm ki, Tahir də qol vuracaq.
Məncə comeback görəcəyik Mehraç komandasından. Baxaq necə olur. Səttar pasını verdi Ziyada. Ziyadda qalır top ələdə. Cinahı dəyişdi. Zərbə görəcəyimi? Yerlə qüvvətli zərbə, toxunuş yox idi. Və bununla da birinci hissə bitir. İkinci hissədə sizlərlə olacağıq. Hesab 2-1-dir. Qocalar evi üstün yollanır ikinci hissəyə. İkinci hissədə sizlərləyik əziz izləyicilər. Topu Qocalar evi yerinə yetirdi və rəqib komandaya verdi. Pərvin müdafiəçisi ilə oynayır. Elçindən uzun bir pas. Səttar. Səttardan topu uğurlayırlar. Ceyhun baxır. Paslı verdi. Roman out kazanır. Roman oynadı. Geri oynuyor Elvin. Uzun bir pas görürük. Elçin qarşıladı. Top Tahirdədir. Tahir baxır. Geri oynadı. Pərvin. Elçin. Tahir önü boşdu. Zərbə görəcəyimi Tahirdən? Tahirin zərbəsi. Az qalmışdı. Komandasını sevindirsin Tahir. Uzun bir pas. Dəqiq olmadı. Topu qapçı yerinə yetirəcək. Tahir irəliləyir. Pasını verdi Fəxrəddin. Cinahı dəyişdi Səttar. Səttar geriyə oynayır Elçin. Ziyad qapısının da qoşulmağını istəyir. Ziyad top Mehraç komandasının. Ziyad topu yerinə yetirəcək. Pasını verdi Səttar. Geriyə oynayır Elçin. Elçin nə edəcək? İrəliləyir hələ də. Top çıxmayıb. Pasını verdi Tahir amma out. Tahir baxır. Geriyə oynadı. Ziyad. Bəxtiyarın zərbəsi dəqiq olmur. Heç cür önə doğru gedə bilmir Mehraç komandası. Qocalar evi qapanıb müdafiədə. Çətinlik çəkir həqiqətən Mehraç komandası. Qocalar evi belə etməkdə də düz edir. 2-1-dir hesab. Gözəl paslaşmalar. Səttar keçdi. Pasını verdi. Tahir toxuna bilmir. Elvin uzun bir pas. Məzahirə gələcəkmi? Yox. Elçin uğurladı amma top yenə də Qocalar evindədir. Roman. Roman pasını verdi amma Elçin uğurladı. Baxır Səttar. Zərbəsi oyuncuya deyir amma topu itirməyib. Roman pasını verdi. Məzahir. Heç nə yoxdur. 3-2-yədilər. Məzahir pasını verdi. Dəqiq olmadı. Tahir uğurladı. Əks hücum. 4-2-yədilər. Tahir. Tahirin zərbəsi. Qapçı. Ceyhun. Gözəl oynayır. Out yerinə yetiriləcək. Ara pası yox. Dəqiq olmur. Qapçıya gəlir top. İlerlədi. Gözəl sıyrıldı. Pasını verdi Məzahirə. Məzahir nə dedi? Zərbəsi. Qapçıdan gözəl seyv. Qapçı topu rahat görə bilmirdi amma qapını toxunmaz saxlayır. Ziyaddan gözəl pas. Fəxrəddin pasını verir Ziyada. Ziyad çatacaqmı? Top saxlaya bilmir və rəqib komandaya keçir. Məzahirdən pas. Roman pası keçmədi. Roman artıq ikinci dəfədir pasını dəqiq verə bilmir. Müdafiə uğurlayır topu. Fəxrəddin. Fəxrəddindən pas Ziyada. Ziyad tabanla gözəl qol vura bilərdi amma çox yumuşaq alındı. Qapıcı onu oxumuşdu. Roman pası keçmir. Fəxrəddin gözəl oynayır Elvin müdafiədə. Bəxtiyarın pası. Nə edəcəklər? Zərbəsi qapıcı. Həqiqətən də Ceyhuna alqış düşür. Qocalar evində qapıda nələr edir Ceyhun bu gün.
Maraqlı qarşılaşma görürük. Məncə hesab 2-2 olsa daha maraqlı olacaq. Mehraç komandası baxaq edə biləcəkmi 2-2-ni? Uzun bir pas gəlmişdi amma müdafiəçi qoymur keçsin. Geri oynadılar Elçin. Səttar. Yox, bu Ziyad idi. Elçindən pas keçmədi amma qapıçıya gəlir. Qapıçı müdafiəçisi ilə oynayır Elvin. Hələ də hesab 2-1-dir. Elvin baxır, uzaqlaşdırdı. Bəxtiyar oyuna daxil oldu. Nə edəcək? Tahir qoymur. Qapıdan zərbə. Tahir müdafiədə gözəl oynayır. Artıq Mehraç komandası anlayır ki, Bəxtiyarı boş buraxmaq olmaz. Ona görə də kapitan Tahir onun yanında dayanıb. Ziyad gözəl sıyrılır. Cərimə, bəli, Fərid Məmmədov görürdü. Dartdılar Ziyadı. Canlı sədd qurulur qapıcı Ceyhun tərəfindən. İki canlı sədd görürük. Topun başında Elgündür, səhv etmirəmsə. Zərbə, yox, Bəxtiyar idi, bəli bu. Bəxtiyar baxır. Geri oynayır qapısıyla Pərvin. Məncə Pərvin də 6-cı oyuncusu kimi qoşulsa daha yaxşı olar. Pas dəqiq olmadı, Bəxtiyar oğurladı topu. Bəxtiyar, hələ də top Bəxtiyardadır. Nə edəcək? Yox, Elgin oğurladı. Elçin. Bəxtiyar baxır. Cinah dəyişdi. Ziyad. Ziyad Elçini görə biləcəkmi? Boşluq var idi. Tahir. Tahirdən gözəl hərəkətlər. Pas verə bilmir amma ikinciden zərbə. Tahir ikinciden zərbə qazandırır komandasına. Yerlə pas uğurladılar. Cərmə zərbəsi, bəli. Elçin cərmə etmişdi. Və timeout götürür Qocalar evi. 33-cü dəqiqədir və ikinci hissədə ilk timeoutunu götürür. Timeoutdan sonra sizlərlə əziz izləyicilər. Və timeout bitir. Qocalar evi topu yerinə yetirdi. Pasını verdi Roman. Toxunuş var idi Elginə. Qocalar evi out qazanır. Ziyad artıq pressing edir hücumda. Məcburdur çünki komandası geridədir bir topla. Hesab 2-1. Cinah dəyişildi amma bərk alındı. Fəxrəddin topa çata bilmir. Elgin topu uğurladı amma out Qocalar evinindir. Gözəl sıyrıldı Roman, pasını verdi Coşquna. Top çatmır və qapıcı Pərvin yerinə yetirəcək. Uzun bir pas Bəxtiyardan. Səttar zərbəsi, qapıcı gözəl qurtardı. Toxunuş var idi bəli tora, out. Səttar gözəl zərbə vurmuşdu amma qolla bitmədi. Fəxrəddin pasını verdi. Ziyad gözəl sıyrılır, pasını verir. Fəxrəddin baxır, kimə verəcək? Ara pası keçmir. Elgində amma top pasını da verdi. Səttar dayandı, uğurladılar topu. Bəli. Bəxtiyar 3-ün 2-yədilər. Bəxtiyar nə edəcək? Yerdə qaldı oyuncusu və cərimə zərbəsi. Bəli. Məncə topu Mehraç komandası yerinə yetirəcək. Sanki mən elə bildim ki, Bəxtiyar cərimə edib. Yox, Bəxtiyara qarşı cərimə olub.
və topu Qocalar evi yerinə yetirəcək. Topun başında Məzahir var. 2 canlı sədd qurulub. Baxaq, ev tapşırığı görəcəyimi? Məzahir zərbəsi dəqiq olmur. Pərvin pasını verdi. Bəxtiyardan pas, Səttar. Pas keçmir. Müdafiədə gözəl oynayırlar. İqır idi bu, qeyd edim. Gözəl davam pası, Səttarın pası. Qapıcı yerindədir. Az qalsın top qapıcıdan sıyrılırdı. Pas keçmir. Top tərk etmişdi. Bəli. Bəxtiyar topu yerinə yetirəcək. Pasını verdi Məzahir müdafiədə. Bəxtiyar gözəl oynayır. Məzahir pasını verdi İqır. İqırın pası, qapıcı yıxıldı. Yenə də bir əli ilə topu çıxardır. Artıq ikinci dəfədir belə seyv görürük biz Pərvindən. İqır. İqırın zərbəsi. Yenə də Pərvin yerindədir. Təhlükəli hücumlar görürük. Ziyad uğurladı topu. Pasını verdi ama Elgün çatmır. Out Qocalar evinin toxunuş yox idi. Bəxtiyar önə doğru baxır. Uzun pas görəcək. Bəli, Məzahirə top gəlir. Məzahir 2 nəfərlədir və oy 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 oy. Məzahir nə etdi? Çox gözəl qol görürük. Bəlkə də 4-cü turun ən yaxşı qollarından biri olacaq bu. Komandası Məzahirlə sevincini bölüşür. Hesab 3-1 olur. O qədər epizodlar oldu Mehraç komandasında, amma qolla bitirə bilmədilər və vurmayana vurarlar taktikası işə düşür burada. Qocalar evi hesabı 3-1 edir. Pərvin nə qədər də seyv etsə də artıq bunu çıxarmaq mümkünsüz idi məncə. Bəxtiyar uğurladılar topu. Uzun bir pas bərk alınmışdı və cərimə zərbəsi bildirir. Ziyada toxunuş var idi. Elvin Çobu da oynamışdı. Ziyad axsıyır. Canlı sədd qurulur. Tahir topun başındadır. Baxaq, zərbə görəcəyik mi Tahirdən? Tahirin zərbəsi. Qapıcı Ceyhun topu tutur ikinci çıxışında. Uzun bir pas. Bəli, Mehraç komandasında Məzahirə top dəymişdi. Altı düzgün yerinə yetirmədi Tahir və Qocalar evinə keçir. Bəxtiyar baxır. Müdafiəçisi ilə oynayır. İqır uzun bir pas. Məzahirdən Bəxtiyara pas. Məzahir yox, Bəxtiyar çata bilmir. Biraz bərk alınmışdı pas. Pərvindən pas. Yerlə pas. Ziyada heç cür çatmır. Məzahirdədir top. Məzahirin zərbəsi Pərvin qurtardı. Məzahirdən qüvvətli zərbələr görürük. Artıq ikinci dəfədir. Birinci zərbəsi qolla nəticələnmişdi. Qapıcı Ceyhun müdafiəçisi ilə oynayır. Nə edəcəklər? Sanki tələsmirlər. Mehraç komandasının üzərinə gəlməyini gözləyir Qocalar evi. Elvin irəliləyir. Nə edəcək? Pasını verdi amma keçmədi. İqırın zərbəsi. Top Pərvindən tərk edir. Bəxtiyar tələsmir, baxır. Yanında İqır var. Allah oynayacaqmı? Yox. Önə verdi amma topu itirdi. İtkilər görürük hələ ki hər iki komandada. İqır geriyə çəkilir. Pasını verdi. Elgin topu uğurlayacaqmı? Bəli, Fəriddən uğurladılar. Ara pası. Ziyadın zərbəsi dəqiq olmur. Ziyad sevindirə bilmir komandasını hələ də. Nə kapitan Tahir, nə də Ziyad əsas oyuncular komandanı sevindirə bilməyib hələ də.
Zərmə zərbəsi bildirir. Tahir dartmışdı Məzahiri. Canlı səhət qurulur. 2 nəfər var canlı səhətdə. Ziyad da qoşulur canlı səhətdə. Qapıcı 2 canlı səhət olduğunu bildirdi. 3 nəfərə ehtiyac yoxdur dedi. Məzahirdən zərbə görəcək. Zərbə canlı səhətdə İqırın önünə gedir. Amma İqır dəqiq oynaya bilmədi və toxunuş yox idi. İqır hakimə bildirir ki, toxunuş var idi, amma yox. Elçin. Elçindən pas Tahirə. Tahir uca zərbə. Qapıcının əlindən top çıxdı və Tahir komandanın ikinci qolunu vurur. Dediyim kimi Tahir qol vuracaqdı və Ziyad qalır. Baxaq Ziyad nə edəcək? Hesab 3-2 oldu. Ziyad da qol vursa komanda geri dönüş edə bilər məncə. Baxaq necə olacaq. Qocalar evi üstündə hələ də. Ziyad geri oynayır. Elçindən pas Tahir. Ziyada pas keçəcəkmi? Yox. Top Romana dəyir. Gücdən zərbə. Tahir. Pası Səttar. Pas dəqiq olmadı. Roman əks hücum görürük. Pasını verdi Bəxtiyara. Bəxtiyar nə edəcək? Zərbəsi blok gəlir Səttardan. Top yenə də Bəxtiyardadır. Bəxtiyar gözəl hərəkətlər görürük. Pasını verdi. Roman baxır. Tələsmir geriyə çəkilir, topla oynayır. Pasını verdi Elvinə. Elvindən uzun pas. Out. Elgün topu yerinə yetirdi. Elçin. Tahir. Tahir nə edəcək? Pası keçmir. Qapıçıya gəlir. Bəli. Uzun bir pas. Bəxtiyar başda zərbəsi. Pərvin qoymadı. Bəxtiyar gözəl sıyrılır. Pasını verə biləcəkmi yoxsa zərbəmi? Zərbə dəqiq olmadı. Qapıdan aralı keçir. Az qalmışdı. Bəxtiyar əlindən gələn etdi, amma sevindirə bilmir komandanı. Səttarı geridə görürük biz. Əsasən ön hissədə olur Səttar. Elçin geri oynayır. Bəxtiyardan pas, yerlə Ziyad götürdü mü? Yox. Uzun bir pas Bəxtiyardan dəqiq olmur. Qeyd edim ki, 44-cü dəqiqədir. İkinci hissənin bitməyinə 6 dəqiqə qalıb. Ceyhundan uzun bir pas. Top keçmədi Elçindən. Səttar gözəl sıyrıldı, amma cərmə bəli. Müdafiəçi tutmuşdu əli ilə Elçini. Son ataklar da deyə bilərik. Baxaq Mehraç komandası nə edəcək. Zərbəmi görəcək yoxsa ev tapşırığımı? Bəxtiyar boşdur. Baxaq Bəxtiyara pas gələcəkmi? Pas verildi. Yerlə pas olsaydı daha gözəl olardı. Dəqiq olmadı. Out Qocalar evinin. Elvin topu başlayacaq. Baxır önə. Uzun bir pas. Məzahir. Pasını verdi. Davam deyir. Pas gəlir Məzahirə və gol. Hakimə etirazlar var idi, amma hakim davam demişdi. Məzahir dubl edir. Və hesab 4-2 olur. Mehraç komandası məğlub görsənir. Vaxtın bitməyinə çox az qalıb. Baxaq nə olacaq. Ziyad pasını verdi. Bir daha Ziyadla oynadılar. Bəxtiyar yanında var. Uzun bir pas. Müdafiəçi topu uzaqlaşdırır. Baxır Elgün kimə verəcək? Uzun bir pas, qapıcı yumruqları ilə uzaqlaşdırır. Ziyad.
Ziyad pasını verdi. Səttar qəbul edə bilmir. Roman itirmədi. Paslar gözəl alınır. Məzahir. Romana pas keçmədi və Bəxtiyardan top tərk edir meydanı. Geri oynadı Elvin. Elvin qapısı ilə oynayır Ceyhun. Ceyhundan Romana pas. Roman nə edəcək? İtirmədi. Geriyə çəkilir. Pasını verdi. Elvin uzun bir pas. Coşqun çata bilmir. Qapıcıdadır top Pərvin. Bəxtiyarla oynayır. Bəxtiyardan uzun bir pas Səttar'a. Səttar gözəl sıyrıldı. Pasını verdi mi? Elgünün zərbəsi. Ceyhun nələr edir? Gözəl daban pası görürük. Romandadır top. Romanın pası dəqiq olmadı Coşquna. Və qapıdan zərbə. Pərvin tələsir. Elçinlə oynadı. Elçindən pas Səttar'a. Elgün. Səttar bir daha cinah dəyişdirəcəkmi? Bəli. Önü boşdur. Bəxtiyar. Zərbəsi. Qapıcı yerindədir. İkinci ayağa qalxışında topu tutur. Əks hücum görürük bir daha. Amma bərk alınmışdı. Və topu Elçin uzaqlaşdırır. Out. Qocalar evinin. Roman başlayacaq. Elvinlə oynayır. Elvindən uzun bir pas. Dəqiq olmur. Mehraç komandasındadır top. Elçin. Ara pası gözəl oldu Tahirdən. Ziyada pas. Ziyadın pası keçmir. Elvin gözəl oynadı müdafiədə. Ziyad. Aha nə edəcək? Pasını verdi. Amma dəqiq olmadı. Məzahir. Uğurladı topu və cərimə zərbəsi. Bəli, toxunuş var idi Elçindən. Fərd Məmmədov bağışlamır, sarı vərəqə verir. Az qalmışdı. Hat-trick edəcəkdi Məzahir. Ziyad Fərd Məmmədova etirazını bildirir, amma nə fayda. Fərd Məmmədov qərarını bildirib və düzgün qərar idi məncə də. Mən də görürdüm. Toxunuş var idi. Məzahir qaçan yerdə ayağının arxasından toxundular və yıxıldı. Bəxtiyar edəcək. Bəxtiyarın zərbəsi top Ziyada dəyir. Geri oynayır Roma. Qapıcı ilə oynadı. Ceyhundan uzun bir pas. Top Coşquna gəlmir. İkinciden zərbə. Baxdım bitməyinə 2 dəqiqə qalıb. 49-cu dəqiqədir. Yerlə pas keçmir. Elvindədir top. Uzaqlaşdırır və out. Ziyad baxır kimlə oynayacaq. Pasını verdi Tahirə. Tahir geri oynadır. Səttardan gözəl pas. Ziyad qəbul etdi. Çönə biləcəkmi? Pasını verdi Səttar'a, amma bəlkə alım çox yumuşaq almışdı və Ziyad topu gözləmirdi. Üçün birə Bəxtiyardan pas. Romanın pası Coşqun gözləmədi. Top gerisinə düşdü. Bəxtiyar uzun bir pas. Müdafiəçi uzaqlaşdırır. Romandan pas Bəxtiyara. Hesabı 4-2'dir. Və ikinci sən bitməyinə çox az qalıb. Zərbə qapıdan aralı keçir. 1 dəqiqə qalıb. Bəxtiyar pasını verdi. Səttar dəqiq oynamır. Ceyhun önə çıxır. Qapısını buraxdı və Bəxtiyara pasını verib geriyə çəkilir. Bəxtiyar pasını verdi. Coşqundan pas və gol! Roman! Coşqun Roman paslaşması və Roman bitirir. Hesab 5-2 olur. Mehraç komandası məğlub durumdadır və hissənin bitməyinə də çox az qalıb. Artıq hesabla barışıb Mehraç komandası. Qeyd edək ki, Mehraç Turizm futbol klubudur.
sponsorlarıdır qeyd edim və komandanın adı da məhz ona görə qoyulub. Gözəl sıyrıldı Ziyad, amma qapçı və bununla da fit səslənir. Mehraş komandaşı 5-2 məğlub olur. Şərhçiniz mən Mir Ceyhun Mənsimov və təşkilatçı Fərdi Məmmədov. Sağ olun. Növbəti B qrupunun 3-cü qarşılaşmasında sizlərlə olacağıq.